21-ci sualda uşaqlar, məhlullarını alüminium qablarda saxlamaq mümkün olan duzları. Burada belə yanaşmamız olacaqdır. Bir metal, duzun tərkibindəki metal misdən passiv olarsa, alüminiumla passiv olarsa, məsəl üçün belə bir şey, alüminium SO4 üzərinə gəlsin, alüminium 2, SO4 3 üzərinə gəlsin, mis. Yəni, duzun tərkibindəki metal alüminiumla zəif olduğuna görə burada reaksiya baş verir. Əgər reaksiya baş verirsə, mən onu qabda saxlaya bilmirəm. İkinci necə yanaşırıq? Kalium 2S. Düzdür, burada alüminium kaliumdan zəifdir, çıxarda bilmir. Amma hidroliz suda məhlul deyəndə duzların su vasitəsilə parçalanması, hidroliz reaksiyası. Kalium OH qələvi xassəlidir, alüminium isə amfiter xassəlidir. Reaksiya gedəcək, yenə də saxlaya bilməyəcəm. Kalium NO3 hidroliz eləmir, çünki kalium da qüvvətlidir, NO3 də qüvvətli, hidroliz prosesi getməyəcəkdir. Deməli, üçüncünü saxlamaq olur. Bəri başdan 1-ləri, 2-ləri, bütün variantdan siləndə elə yerdə 3, 4, 6 qalır. Deməli, heç bir şey analiz etməyə dəyməz. İstəsəniz də eləyərik. Misal üçün, 4-cüdə nə olacaqdır? Elə bura qədər onsuz da variant çıxdı. 4-cüdə baxaq. Natrium xlor. Deməli, natrium passivdir. Təbii ki, baxdıq. Burada saxlamaq mümkün olurmu görək. Burada alınacaqdır. Deməli, natrium olanda hidrogen alınır. Bir də OH alınır. Xlor olanda isə xlor 2 alınacaqdır. Nəticədə üzərinə gəlsin. Oy, uşaqlar, natrium xlor axı iki tərəfdə. Mən burada çaşdım, elektroliz kimi getdim. Elektroliz yox, biz buna hidroliz kimi yanaşırıq. Hidroliz kimi yanaşanda yenə də natrium da qüvvətlidir, xlor da qüvvətlidir, hidroliz getməyəcəkdir. Ona görə saxlamaq mümkün olacaqdır. Sonra 5-cidə natrium 2, karbon O3-də bir tərəf zəifdir, karbon O3 tərəf hidroliz gedəcəkdir. Nəticədə natrium OH alınacaq, bir də H2SO3 alınacaqdır. Yenə də bayaq dediyim kimi natrium OH-la reaksiya girir. Elə bayaqlarım H2S-lə də alüminium reaksiya girirdi. İndi eyni də H2CO3-lə də girəcəkdir. Yəni, bunu da saxlaya bilməyəcəyik. Və 6-cıda da barium da qüvvətlidir, NO3 da qüvvətli. Hər ikisi qüvvətli olduğuna görə hidroliz getməyəcək və saxlamaq olacaqdır. Yəni, 21-ci sualda variant B olacaqdır.